Bəziləri az işləyir, amma çox pul qazanır. Bəziləri səhərdən axşama kimi gecəyə qədər işləyir, amma az pul qazanır. Yəqin ki, bir çoxları bilir. Pareto prinsipi nədir? Sizin nəticələrinizin 80%-i gördüyünüz işlərin, yəni səbəblərin 20%-dən gəlir. Bunu pul üzərindən düşünək. Sizin gördüyünüz işlərin 80%-i sizə 20% gəlir gətirir. Ancaq bunların içində elə bir-iki iş var ki, bütün gəlirlərinizin böyük bir hissəsini onlar gətirir. Burada problem nəyə görə yaranır? Çünki insanlar vaxtlarını onlara pul gətirməyən işlərdə öldürürlər. Mənim hansı işim mənə daha yüksək gəlir gətirə bilər? Bir insanın 5 cür gəlir mənbəyi varsa, hər birinə ona 20% gəlir gəlmir. Yəni elə bir şey olmur. Birindən məsələn 70% gəlir, 80% gəlir, digərlərindən 5, 10, kiçik faizlər gəlir. Yəni pul çox işləməkdən gəlmir. Pul doğru yerə işləməkdən gəlir. Özünə belə bir sual verməli deyilsən ki, ayda pulum niyə artmır mənim? Sən özünə belə bir sual verməlisən ki, mən vaxtımı hansı dəyərdə olan bir işə sərf elədim və bu dəyərin mənə faydası nədir?